Sabahınız xeyirli olsun. Bir ilə yaxındır ki, Bakı Məhkəmə kompleksində ədalət mühakiməsi davam edir. Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində 35 il ərzində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayət əməlləri Bakı Məhkəmə kompleksində keçirilən açıq məhkəmə iclasında, məhkəmə prosesində araşdırılır. Hazırki mərhələdə isə qiymətləndirmə mərhələsidir. İbtidai istintaq zamanı toplanmış sənədlər, subutlar, fotomateriallar, video materiallar, iş üzrə keçən çoxsaylı sənədlər məhkəmə istintaqında araşdırıldıqdan sonra hazırki mərhələdə isə dövlət ittihamını müdafiə edən prokurorların çıxışlarında qiymətləndirilir. Qeyd edək ki, dövlət ittihamını müdafiə edən prokurorların çıxışları 6 mərhələ üzrə həyata keçirilir. Hazırki mərhələdə 2-ci mərhələ üzrə təqsirləndirilən şəxslərin cinayətkar birliyin tərkibindəki rolu üzrə qiymətləndirmə aparılır. Qeyd edək ki, həmin cinayətkar birlik Ermənistan dövlətinin, onun vəzifəli şəxslərinin, silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzkar müharibə aparmaqdan ötürü yaradılmış cinayətkar birlikdir. Və həmin cinayətkar birlikdə təqsirləndirilən şəxslərin hansı iştirak ediblər, hansı əməlləri törədiblər, məhkəmə istintaqı zamanı araşdırmalar aparıldı. Hazırki mərhələdə isə dövlət ittihamçıları bununla bağlı qiymətləndirmə aparırlar və qeyd edək ki, ötən iclasda artıq bir neçə təqsirləndirilən şəxslə bağlı çıxışlar olundu və qeyd olundu ki, onların əməlləri ibtidai istintaq zamanı toplanmış sənədlər, məhkəmə istintaqı zamanı toplanmış sənədlər və eyni zamanda tədqiq edilən subutlarla təsdiqini tapar. Qeyd edək ki, bugünkü iclas da bu istiqamətdə davam edəcək. Dövlət ittihamçılarının çıxışları ilə məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslərin hər birinin hüquqlarını iki müdafiəçi müdafiə edir. Eyni zamanda prosesdə çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri iştirak edirlər. Onların da hüquqlarını nümayəndələri müdafiə edir. Qeyd edək ki, ümumiyyətlə bu cinayət işi üzrə olduqca çoxsaylı zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varisləri keçir. Onların böyük bir hissəsi məhkəmə prosesində ifadə veriblər. Böyük bir hissəsini isə məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunub. Açıq keçən məhkəmə iclası ilə bağlı biz xəbərlərin növbəti buraxılışında bugünkü iclasla bağlı daha geniş məlumatları çatdırmağa çalışacağıq. Hələlik isə bu saata Bakı Məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.